Bugün sizə 6-cı dərsi keçəcəm. Servis nişanları və əlavə məlumat nişanları, bunu həm də lövhəciklər deyilir. Maddə 67, maddə 68 açıb qanunla da baxa bilərsiniz. Və mən sizə kitabdan cümlə-cümlə oxuyacağam, yerindəcə başa salacağım. Deməli, servis nişanları adından da göründüyü kimi bizə göstərilən hansısa bir servis haqqında məlumat verir. Məsələn, içməli su, yanacaq doldurma məntəqəsi, polis, xəstəxana və s. Gəlin bir-bir onlara baxaq. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. Deməli, bildiyimiz kimi müvafiq obyektlərin yerləşməsi barədə. Məsələn, burada yanacaq doldurma məntəqəsi nişanlar, biz bilirik ki, deməli irəlidə yanacaq doldurma məntəqəsi var. Və servis nişanları yaşayış məntəqəsindən ya obyektin düz yanında quraşdırılır, düz qarşısında da quraşdırıla bilir. Xeyli aralı məsafədə də quraşdırılır. Bir də ona dönəcək yerlər də quraşdırıla bilir. Və burada 3 rəqəmi yadda saxlayacaqsınız ki, hansı məsafədə quraşdırılır. Oxuyuram, diqqətlə qulaq asın. Yaşayış məntəqələrindən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60-80 km, 15-20 km və 400-800 metr aralıda quraşdırılır. Mən sizdən servis nişanlarının məsafəsinin ölçüsünü soruşsam, siz onu deyəcəksiniz ki, 60-80 km birinci ən uzaqda quraşdırılır, 60-80 km. Sonra 15-20 km, sonra 400-800 metr məsafədə quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onlar əvvəlcədən göstəriləcək obyektlərdən 100-150 metr məsafədə və onlara yaxın dönəcək yerlərində quraşdırılır. Əgər yaşayış məntəqəsindən söhbət gedirsə, yaşayış məntəqəsində hansı məsafədə quraşdırılır? 100-150 metr məsafədə və yaxud da bura dönəndən sonra tutaq ki, orada yanacaq doldurma məntəqəsi varsa və yaxud da kempinq varsa, nə bilim, yeməkxana varsa, burada o nişan quraşdırılır, altından da ox qoyulur ki, sağdadır. Deməli, biz ona baxanda bilirik ki, dönəcək yerində, yəni buradan sağdadır. Bizə lazımdırsa düz getməyəcək, dönəcək göstərilən istiqamətə. Burada ümumi deyəcəyim bir şey yoxdur. Sadəcə nişanların adlarını deyib keçəcəm. Birinci, ilk tibbi yardım məntəqəsi. İkinci, xəstəxana. Bu iki dənə nişana fikir verin. Birincisi, ilk tibbi yardım məntəqəsidir. İkincisi, yataq şəkli olan xəstəxanadır. Üçüncüsü, yanacaq doldurma məntəqəsi. Dördüncüsü, avtomobilləri texniki xidmət məntəqəsi. Beşincisi, avtomobillərin yuyulma məntəqəsi. Servis nişanları 6-cı qrup nişanlı, düzdür. Ona görə də onun bütün rəqəmləri 6 ilə başlayır və növbəti ikinci rəqəm yanında yazılan 1-2-3 qrup daxilindəki sırasını bildirir. Deməli, telefon, sonra 6.7 yeməkxana, 6.8 içməli su, 6.9 mehmanxana və ya motel, 6.10 kempinq, 6.11 dincəlmə yeri. Bunu yəqin ki bilirsiniz. Artıq bu avtomagistral olan yollarda çox quraşdırılır ki, həmin yerlərdə biz ancaq dayana bilirik. Yol polisinin daimi postu. Baxın, 6.12 nişanından 6.13 nişanını qarışdırmayın. Hansı polis hissəsidir? Hansı yol polisinin daimi postu? Baxın, daimi postu, yol polisinin daimi postu DYP yazılıb altında görürsünüz. Orada Y hərfi var, deməli yol polisinin daimi postu. DYP oradakı Y ilə onun adını, yol polisinin daimi postu sözünü uyğunlaşdırıb yadda saxlaya bilərsiniz. Həm də onun üstündə elə road yazılıb da, oradan da yadda saxlaya bilərsiniz. Əgər testdə sizə bu iki nişanı soruşsa, adını yazsa, siz bilin ki, hansına aiddir. Ona görə burada diqqətli olmalısınız. 6.14 informasiya sistemidir. 6.15 VC, 6.16 çimərlik, 6.17 təcili əlaqə telefonu, 6.18 yanğın söndürən. Deməli, 6.14 haqqında danışmaq istəyirəm. İnformasiya sistemidir, yəni radarın olması barədə bizə məlumat verir. Bu nişan quraşdırılır. Bu nişandan 150.000 metr məsafədə yaşayış məntəqəsindən kənarda. Bu rəqəmləri yadınızda saxlayın. 150.000 metr məsafədə, 50-200 metrdə yaşayış məntəqəsində. Yaşayış məntəqəsindən kənarda 150.000 metr, yaşayış məntəqəsində 50-200 metr məsafədə quraşdırılır. Yəni bu nişanı gördük, artıq biz bilirik ki, radar hansı məsafədə qabağımıza çıxacaq. Aydındır və bu imtahan sualıdır, əzbərləyirsiniz. 150.000 metr, 50-200 metr. Demək ki, yadımda qalmayacaq. Bunu çox təkrar eləyəndə avtomatik əzbərləyəcəksiniz. Ona görə bu nişanın elə üstündə də həmin o rəqəmləri yazın ki, hər dəfə baxanda gözünüz görsün. Qeyd dəftərinizə də mütləq olub qeydi aparın.
Əlavə məlumat nişanları, lövhəciklər, maddə 68. Əlavə məlumat nişanları, lövhəciklər birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. Baxın, bu əlavə lövhəciklər özü tək quraşdırılmır. Bura qədər saydığımız 6 nişan ki var, bax həmin nişanlarla birlikdə quraşdırılır. Biz ora baxanda biləcək ki, bu nişan nə ilə quraşdırılır və nəyi bildirir. Məsələn, parking nişanı altından yazılıb yük avtomobili. Biz başa düşəcəyik ki, bu parking yeri yalnız yük avtomobili üçündür. Yəni quraşdırıldığı nişanın mənasını dəqiqləşdirir. Bunun üçündür. Aydındır? Keçək daha dərin öyrənməyə. Lövhəciklər birlikdə tətbiq olunduqları nişanın bilavasitə altında, məsələn, stop nişanı altında tutaq ki, rəqəm yazılır və yaxud da hansısa istiqaməti göstərir və yaxud da parkingdə altında yazılır ki, hansı avtomobilin parkingi, yəni nişanın altında yerləşdirilir. Amma bəziləri var ki, 7.2 7.2, 7.2.3, 7.2.4. Yəni bax bu göstərilən nişanlar və 7.13 nişanı. Bu nişanlar biraz uzunsov olduğuna görə ola bilər ki, nişanın yanında da yerləşdirilsin. Altında yox, yanında da yerləşdirilsin. Deməli, 7.1-dən 7.1.4-ə qədər olan nişanlar obyektə qədər məsafəni bildirir. Obyektə qədər məsafə nə deməkdir? Tək-tək oxuyuram, baxın. 7.1.1 nişanı. Hərəkət istiqaməti üzrə nişandan sonra olan təhlükəli sahəyə kimi, tətbiq edilən məhdudiyyətlərin başlanğıcına kimi və ya obyektə, yəni həmin yerə kimi qalan məsafəni göstərir. Nişan quraşdırılır, bunun yanında görürsünüz ox yoxdur. Sadəcə rəqəm yazılıb. Bu rəqəm onu bildirir ki, obyektə qədər nə qədər qalıb. Məsələn, 300 metr yazılıbsa, obyektə qədər 300 metr qaldığını göstərir. Məsələn, qarşıda hündürlüyün məhdudlaşdırılması nişanı varsa, həmin o hündürlüyün məhdudlaşdırılması nişanına qədər tutaq ki, yazılıb burada 50 metr. Deməli, 50 metrdən sonra hündürlük məhdudlaşdırılır. Yəni, əgər maşının hündürlüyü 4-dürsə, 4 metrdirsə, 50 metrdən sonraya aiddir bu nişan. Və yaxud da oraya yazılıb ki, 100 metr sonra. 100 metr sonra bu nişan aid olduğu yeri göstərir. Başa düşdünüz? Məsələn, burada gömrük nişanı var. Gömrük nişanının altında 100 metr yazılıb. Bu o deməkdir ki, gömrük 100 metrdən sonra olacaq. 7.1.2 nişanı. 2.4 nişanından yol ayrıcına kimi, 2.4 nişanı gördüyümüz kimi yol ver nişanıdır və altında da rəqəm yazılır, stop yazılır içərisinə. Bu ikisi birlikdə quraşdırılır. Bu o deməkdir ki, məsələn, 250 metr yazılıb ora. 250 metrdən sonra yol ayrıcı olacaq. O yol ayrıcının qarşısında da stop nişanı əgər quraşdırılıbsa, sən orada dayanıb yol verməlisən. Yəni stop nişanı tələbi nədirsə, onu etməlisən. Yəni bizə xəbər verir ki, orada stop nişanı olacaq və orada dayanıb yol verəcəksən. 7.1.3, 7.1.4 yoldan kənarda olan obyektə kimi məsafəni göstərir. Məsələn, burada görürsünüz 100 metr sağa, 300 metr sola. Bu rəqəmləri gördünüz. Fikir verin ki, bu nişan, bax 100 metr yazılıb. Yəni içində 3 rəqəmlidir. Bir də buna bənzəyən 7.25, 7.2.6 nişanları var. Görürsünüz, ikisində də rəqəm yazılır, sağa sola ox var. Onların fərqi nədir? Birində 3 rəqəmlidir, 100-dən yuxarıdır. Digərində 100-dən aşağı olan, yəni daha yaxın məsafəni bildirir. Deyəcəm indi digər nişanda nədir? Hal-hazırda biz nəyi öyrənirik? 7.1.3 və 4 nişanlarını. Bu göstərir ki, obyektə qədər nə qədər məsafə var? Məsələn, yanacaq doldurma məntəqəsidir, 100 metr sağdadır. Dönəndən sonra döndüyü yeri göstərir. Və yaxud da 300 metr soldadır. Bax, bu onu bildirir. Əlavə məlumat nişanları, bunların 3 növü var. Birincisi, obyektə qədər məsafəni. Bunu artıq danışdıq. Obyektə qədər nə qədər məsafə qalıb, onu bildirir. İkincisi, bu nişanın qüvvədə olma sahəsini göstərir. Neçə metr qüvvədədir? 20 metr sağa, 30 metr sola bu nişan qüvvədədir. Yəni qüvvədə olma sahəsini göstərir və yaxud da irəli və yaxud da əvvələ aid olduğunu göstərir. Bir də var qüvvədə olma istiqamətini. Yəni bu nişan sağa mı aiddir, sola mı aiddir? Deməli 3 cür olur. Hal-hazırda obyektə qədər olan məsafəni artıq izah etdim. İndi keçirik ikincisinə. Yəni qüvvədə olma sahəsini göstərənlərə. 7.2.1 Xəbərdarlıq nişanları ilə göstərilmiş təhlükəli sahənin və ya qadağan və məlumat verici göstərici nişanların qüvvədə olduğu sahənin mövcud uzunluğunu göstərir. Bu nişan bizə nəyi bildirir? Rəqəm yazılı və bu rəqəmin yanında ox var, üzü yuxarı ox var. Bu ox o deməkdir ki, quraşdırıldığı nişan hansıdır?
Məsələn, quraşdırıldığı nişan ara məsafənin saxlanması nişanıdır. Bu ara məsafəni nə qədər uzunluqda saxlamalısan? Məsələn, 500 metr. 500 metr boyunca sən nəzərində saxla ki, tutaq ki, 70 metrdən qabağındakı maşına 70 metrdən yaxın sürməməlisən. Ola bilər ki, bu nişan quraşdırılsın vəhşi heyvanlar nişanından. Vəhşi heyvanlar 500 metr boyunca yola çıxa bilər və sən ehtiyatlı olmalısın. 500 metr boyunca bilməlisən ki, yola çıxacaq vəhşi heyvanlar. Və bu nişan xəbərdarlıq nişanlarından quraşdırılanda, tutaq ki, vəhşi heyvanlar nişanına deyim. Vəhşi heyvanlar nişanına quraşdırılır. Məsələn, yaşayış məntəqəsindən kənarda 150-300 metr məsafədə, düzdür? Bu 150-300 metr məsafə öz yerində qalır. Bir də altında 500 metr yazılır. Yanında da 2 dənə yuxarı ox. Bu o deməkdir ki, 150-300 metrdən sonra qabağına vəhşi heyvanlar çıxacaq və bu yolun uzunluğu, yəni onların yola çıxma ehtimalının uzunluğu 500 metr davam eləyəcək. Başa düşdünüz? Yəni indi qoyulduğu yerə aid deyil. Xəbərdarlıq nişanının qüvvəsi, məsafəsi öz yerində qalır. Və yaxud da təhlükəli döngə nişanı. Təhlükəli döngə nişanı, hal-hazırda bu şəkilə baxın, təhlükəli döngə nişanının, məsələn, yaşayış məntəqəsidirsə 50-100 metrdən sonra qüvvədə olacaq və yaxud da bu şəkildə yaşayış məntəqəsindən kənardadırsa 150-300 metrdən sonra təhlükəli döngə başlayacaq və onun da uzunluğu 500 metr davam eləyəcək. 500 metr ilə yol belə zigzag kimi təhlükəli formada davam eləyəcək və sən bunu nəzərə alıb sürətini, hərəkətini ona görə uyğunlaşdırmalısan. Aydındır. 7.2 nişanı. 7.2.2 nişanı. 3.27, 3.30, yəni qadağan nişanlarından söhbət gedir. Məsələn, qadağan nişanı quraşdırılır. Burada tutaq ki, durmaq qadağandır. Altında da bu nişan quraşdırılır. İçinə yazılır məsələn 5 metr və yaxud da 10 metr, 15 metr, 20 metr. Bu nə deməkdir? Bu qadağan nişanlarının nə qədər məsafədə qüvvədə olduğunu göstərir. Dedik axı, qüvvədə olma sahəsini bildirir bu. Deməli, bu nişan ancaq qadağan nişanlarından birlikdə quraşdırılır və onun məsafəsini bildirir. 7.2.3. Bu da 3.27, 3.30 qadağan nişanlarının qüvvədə olduğu sahənin qurtaracağını göstərir. Yəni nişanların qüvvədə olduğu sahə ancaq ona kimidir. Baxın, burada oxun istiqaməti aşağıdır, yerə baxır. Deməli, bu yerə aiddir. Qadağan nişanı quraşdırılır, altında bu nişan quraşdırılır. Bu demək ki, bax, bura yerə aiddir. Bura qədər dayanmaq olmazdı, bundan sonra dayanmaq olar. Yəni, fikirləşməyin ki, elə bütün nişanlar özündən sonraya aiddir. Əgər üzü aşağı yerə ox varsa, deməli, bu nişan təsiri qüvvəsi burada bitdi. Bura qədər dayanmaq olmazdı. Deyəcəksiniz ki, mən hardan bilim ki, bura qədər dayanmaq olmaz. Onu elə belə qoymurlar ki, sənə gələndə sürpriz olsun ki, bura qədər dayanmaq olmazdı. Daha əvvəl dayanmaq qadağandır nişanını quraşdırırlar. O nişan qüvvədə olur və sən bilirsən ki, bura çatanda, artıq bundan sonra üzü aşağı ox var. Deməli, bundan sonra dayana bilərsən. Nişanı keçən kimi dərhal saxlaya bilərsən maşını. 7.2.4 nişanı. Sürücüləri məlumatlandırır ki, onlar 3.27, 3.30 qadağan nişanlarının qüvvədə olduğu sahədə yerləşirlər. Yəni, nişanların qüvvədə olduğu sahə həm nişana kimi, həm də nişandan sonra mövcuddur. Bu nişan üzü həm aşağı, həm də üzü yuxarıdır. Bu o deməkdir ki, bura qədər də qüvvədə idi, bundan sonra da qüvvədədir. Yəni, həm üzü aşağı yeri göstərir, həm də üzü yuxarı bundan sonrasını göstərir. Ona görə də bu nişan varsa, biz artıq biləcək ki, bura qədər də bundan sonra da qüvvədədir. 7.2.5, 7.2.6 meydanın hər hansı bir tərəfində binanın fasad hissəsi qarşısında və bunlara oxşar yerlərdə 3.27, 3.30 qadağan nişanlarının qüvvədə olduğu sahəni və istiqaməti göstərir. Bu rəqəm yanında ox var, amma 100-dən aşağıdır. Niyə 100-dən aşağıdır? Çünki hansısa binanın qarşısında quraşdırılır, hansısa fasadı qarşısında quraşdırılır ki, buradan 30 metr sağa, 30 metr sola dayanmaq olmaz və yaxud da durmaq olmaz. Gördüyümüz kimi, bunlar da qadağan nişanlarından birlikdə quraşdırılır və sağa sola nə qədər məsafədə qüvvədə olduğunu göstərir. Yəni, qüvvədə olma sahəsini göstərir. Yəni, artıq burada da dayana bilməzsən, 20 metr sağda da dayana bilməzsən, 20 metrə kimi. 20 metrdən sonra dayana bilərsən və yaxud da sola 30 metr yazılıbsa, 30 metrə qədər və buradan 30 metr hesabla bu ərazidə dayana bilməzsən. Ondan sonra artıq dayana bilərsən. Keçirəm qüvvədə olma istiqamətinə.
7.3.1, 7.3.3 nişanları. Yol ayrıcıları qarşısında quraşdırılmış nişanların təsir istiqamətlərini və ya nişanlarla göstərilən və bilavasitə yola yaxın olan obyektlərə hərəkətin istiqamətini göstərir. Baxın, burada tutaq ki, göstərilir hərəkət qadağandır nişanı. Və altından bu ox göstərilir ki, hansı istiqamətə hərəkət qadağandır. Deməli, sən bu yol ayrıcından sağa sola gedə bilməzsən, bu yol ayrıcından düz getməlisən ya da geriyə dönməlisən. Çünki bu nişanın təsir sahəsi sağa və sola aiddir. Bu nişan quraşdırılır artıq bayaq dediyim kimi, məsələn, yanacaq doldurma məntəqəsindən. Yanacaq doldurma məntəqəsi altında sağa ox. Biləcəksən ki, sağdadır. Və yaxud da yataqxana altında sola ox. Sənə lazımdırsa sola gedəcəksən. Yəni bu heç nəyə məcbur eləmir. Bu sadəcə məlumat verir bizə ki, harda nə var. Amma qadağan nişanları ilə quraşdırılsa, artıq qadağan nişanının istiqamətini dəqiqləşdirir. Hansı istiqamətə aid olduğunu dəqiqləşdirir. 7.4.1, 7.4.7 nəqliyyat vasitəsinin növü. Bu lövhələr birgə quraşdırıldıqları nişanların qüvvəsinin hansı növ nəqliyyat vasitəsinə şamil edilməsini göstərir. Deməli, bu nişanları görürsünüz, lövhəcikləri görürsünüz. İçərisində hansı nəqliyyat vasitəsinin olduğunu artıq təxmin edirsiniz. İndi gəlin daha dəqiq baxaq ki, hansı nişan nəyi bildirir. 7.4.1 nişanı gördüyümüz kimi yük avtomobili şəklidir. Və bu nişanın üstündən, əgər kitabınız varsa və yaxud da dəftərinizə yazın, üstündən C yazırsınız. Yəni bu C kateqoriyasına aiddir. Çəkisi 3.5-dən yuxarı olan yük avtomobillərinə aiddir. Aşağı olanlara B kateqoriyasına yox. Həmçinin yük daşıyan qoşqu aparanlarına da aiddir bu. Həm yük avtomobili, həm də bu qoşqu aparırsa ona da aiddir. Məsələn, 7.4.3 nişan. Onun da üstünə B yazın. Yəni bu B kateqoriyasına aiddir. Mini avtomobillər daxildir buna. Həmçinin çəkisi 3.5 tondan aşağı olan yük avtomobilləri aiddir. Yəni bildiyimiz elə B kateqoriyasına aiddir. Məsələn, dayanma qadağandır nişanı var, altından da mini avtomobilin şəklini qoyub. Bu deməkdir ki, dayanmaq qadağandır kimə? Sual veririk. Kimə? Mini avtomobillərinə və çəkisi 3.5-dən aşağı olan yük avtomobillərinə, yəni B kateqoriyasına. Və yaxud da yazılır ki, parking nişanı altında bu nişanı qoyur, mini avtomobili şəkli. Bu deməkdir ki, bu parking ancaq mini avtomobillərinə aiddir. 7.4.2 nişanı mini avtomobilinə qoşqu aparırsa şamil edilmir. Qoşqu aparırsa yükə aiddir. Məsələn, əgər orada giriş qadağandır nişanı quraşdırılıb, altında da bu nişan varsa, deməli yük avtomobili qoşqu ilə orada daxil ola bilməz. Amma mini avtomobil daxil ola bilər. Çünki bu nişan miniyə aid deyil. Mini qoşqu ilə keçə bilər. Aydındır. Parking nişanı altında velosiped şəkli varsa, bilin ki, orada velosipedlər də park eləyə bilər. Kiçik elektrik nəqliyyat vasitələri də park eləyə bilər. Bunu yadınızda saxlayın. Amma bir şey var. Parking nişanı, onun altında kiçik elektrik nəqliyyat vasitəsi nişanı varsa, 7.4.8 nişanı varsa, bax bu. O zaman biz bilməliyik ki, burada yalnız kiçik elektrik nəqliyyat vasitələri park eləyə bilər. Çünki onlar paxıldılar. Onlar icazə vermirlər ki, orada velosipedlər də park eləsin. Halbuki velosiped yazıq icazə verirdi. Kiçik elektrik nəqliyyat vasitəsi də onun parking yerində park eləsin. Amma kiçik elektrik nəqliyyat vasitələri paxıldılar. Onların parking yerində yalnız özləri park eləyirlər. Başqalarına icazə vermirlər. 7.5.1 nişanı. Sadəcə bayram günləri deyil, həm də şənbə, bazar buna aiddir. Bunu yadınızda saxlayın. Tələbələr adətən buna sadəcə bayram günü deyirlər. 6 bazar da buna aiddir. 7.5.2 nişanı iş günləri nişanıdır. 7.5.3 həftənin günlərini bildirir. 7.5.4 saat aralığını bildirir. Məsələn, parking nişanı var. İçinə yazılıb 8-dən 17:30-a qədər. Yəni bu saat aralığında burada park etmək olar. Məsələn, ümumi istifadədə olan avtobus zolağı olan nişan var və altında saat yazılıb. Bu deməkdir ki, bu zolaq bu saatlarda avtobus zolağıdır. Digər saatlarda avtobus zolağı deyil. Digər saatlarda ümumi istifadədə olan nəqliyyat vasitələrinə aid deyil, yəni onlar üçün deyil. Sadəcə bu saat aralığında onlar hərəkət eləyirlər. 7.5.8 nişanı xidməti parklanma. Xüsusi nəqliyyat vasitələri üçün, məsələn, operativ nəqliyyat vasitələri ola bilər, qırmızı nişanlı nəqliyyat vasitələri ki var, səfirliyin avtomobilləri falan, operativ nəqliyyat vasitələri həmçinin, yəni xidmət göstərən və yaxud da hansısa bir müəssisəyə aid olan yerin parklanma ərazisidir. Yəni xidmət üçün xidmət parklanma yeridir, onun üçün nəzərdə tutulub. 7.5.9 elektrik mühərrikli nəqliyyat vasitəsi üçün enerji doldurma məqsədi ilə parklanma yeri. Elektrik mühərrikli nəqliyyat vasitəsi üçün enerji doldurma məqsədi ilə parklanma yerləri 5-15 yol nişanı
nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Baxın, parking nişanı altında bu gördüyünüz tok şəkli. Bu deməkdir ki, yalnız elektrik mühərrikli enerji doldurmaq məqsədi ilə nəqliyyat vasitəsini burada saxlaya bilərsən. Yalnız onlar üçün də, yəni sən maşını burada park edib gedə bilməzsən. Bu sadəcə enerji doldurmaq üçün saxlamaq olar. Elektrik mühərrikli nəqliyyat vasitəsindən başqa mühərrik elektrikli deyilsə, digərlərini burada saxlamaq olmaz. 7.6.1, 7.6.9 nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu. Gəldik ən maraqlılarına. Deməli, bu nişanlara fikir verin. Burada gördüyümüz kimi avtomobili hansı formada park eləmək lazımdır, bizə onu göstərir. Fikir verin, səkiyə paralel, səkinin üstünə çıxıb, səkiyə bir təkərini qaldırıb, səkiyə 3 təkərini qaldırıb, maşının qabaq hissəsi səkiyə tərəfdir, arxa hissəsi səkiyə tərəfdir, tamamilə səkinin üstündədir. Hansı formada park eləmək lazımdırsa, biz bu lövhəciklərə baxıb ona uyğun park eləməliyik. Məsələn, əgər səkinin üstündə park etmək lazımdırsa, sən səkiyə paralel park eləyə bilməzsən. O zaman sən qaydanı pozmuş olursan. Və yaxud da səkinin üstündə park etmək lazımdır, yoxdursa, sən öz başına səkinin üstünə çıxarda bilməzsən, bu da qayda pozuntusu sayılır. Deməli, nə etmək lazımdır? Göstərildiyi kimi park etmək lazımdır. Həmçinin burada bilməli olduğumuz vacib bir şey var. O da nədir? Baxın, əgər səkilə təmas varsa, bir təkəri, iki təkəri, üç təkəri tamamilə səkinin üstünə çıxıbsa, fərqi yoxdur. Səkin üstünə çıxıbsa, biz deyirik ki, yük avtomobillərinə bu qadağandır. İstər çəkisi 3.5-dən aşağı olan yük avtomobili olsun, istər çəkisi 3.5-dən yuxarı olan yük avtomobili olsun, onlara qadağandır. Yəni, yük avtomobili böyükdür da, onun nə işi var səkin üstündə? Ayıb deyil. Onlar aşağıda park eləməlidirlər. Səkiyə paralel, səkiyə perpendikulyar və s. Amma səkin üstünə çıxa bilməzdir. Səkin üstünə kimlər çıxır? Yalnız mini avtomobillər və iki təkərlilər. Başqaları çıxa bilməz. Və burada bilməli olduğunuz bir şey də var. Ümumiyyətlə, parking bu hərfi yazılan yerdə altında heç bir əlavə lövhəcik yoxdursa, sadəcə parking yeri yazılıbsa, burada çəkisi 3.5-dən yuxarı olan yük avtomobilləri park eləyə bilməz. 3.5-dən aşağı olanlar və digər nəqliyyat vasitələri park eləyə bilər. Amma 3.5-dən yuxarılar park eləyə bilməz. Bəs onlar harada park eləsin? Onlar da altında yük avtomobili lövhəciyi olan parking yerlərində park edə bilərlər. Təsəvvür edin ki, şəhərdə olan parking yerlərində elə hamısına gəlib yük avtomobili saxlayıb. Necə olar? Deməli, onlara aid deyil parking yerləri. Onlar yalnız onlar üçün ayrılmış xüsusi yerlərdə park edə bilərlər. Yatmırsınız ki, oyanın. Növbəti nişanımız 7.7. İşləməyən mühərriklə durmaq. Yəni, mühərrik işləməməlidir sən burada duranda. Xoddan yatıstırmalısan, maşını söndürməlisən. 5.15 nişanına işarələnmiş parklanma yerində mühərriki söndürülmüş vəziyyətdə durmağa icazə verilir. Yalnız söndürülmüş vəziyyətdə. 7.8 nişanı. Görürsünüz, qəpiklərdir. Deməli, burada pullu xidmətdir. Yəni, parking nişanının yanında quraşdırılır, ödənişli parking yerinin olduğunu bildirir. 7.9 nişanı durma müddətinin məhdudlaşdırılması. Bu lövhə 5.15 nişanı ilə işarələnmiş parklanma yerində maksimum durma vaxtını göstərir. Məsələn, parking nişanı yazılır, altında müddət qoyurlar. Məsələn, burada 30 dəqiqə saxlaya bilərsən maşını və yaxud da 1 saat saxlaya bilərsən. Yəni, parkingin altında bu rəqəmi görsəz, bilin ki, ondan artıq maşını orada saxlaya bilməzsiniz. 7.10 nişanı. Avtomobillərə baxış üçün yer. Bu lövhə 5.15 və ya 6.11 nişanı ilə işarələnmiş sahədə avtomobillərə baxış üçün estakadanın, qazmanın olmasını bildirir. 6.11 nişanı dincəlmə yeri. Orada bəzən bu nişanına qoyurlar ki, avtomobillərə baxmaq yeri də olur. Yəni, orada estakadanın, qazmanın olması barədə bizə xəbər verir ki, avtomobilimizdə hər hansısa bir nasazlıq varsa, biz orada yararlana bilərik bundan. 7.11 nişanı. İcazə verilən kütlənin məhdudlaşdırılması. Bu lövhə birgə quraşdırıldığı nişanın qüvvəsinin icazə verilmiş maksimum kütləsi lövhədə göstərilən həddən artıq olan nəqliyyat vasitəsinə şamil olunduğunu bildirir. Baxın, bu nişan çox vaxt tələbələr bunu səhv salırlar. Bu faktiki kütlədirmi, yoxsa icazə verilən maksimum kütlədirmi? Bu, görürsünüz, ağ rəngdədir. Sənədə bənzəyir. Elə bir sənəddir də, ağ kağızdır. Gördünüz? Sənədə bənzədiyinə görə, deməli, bu sənəddə olan rəqəmdən söhbət gedir. Ağ rəngdir, sənədə bənzəyir. Deməli, icazə verilən maksimum kütlədir bu. Yadınızdan çıxmasın. İçərisində yazılıb tutaq ki, 15 ton. Bu o deməkdir ki, 15 tona
aid olan 15 tondan çox olan, 15 tonun özü yox, 15 tondan çox olan nəqliyyat vasitələrinə aiddir. Məsələn, giriş qadağandır, altına 15 ton yazılıb. Deməli 15 tondan çox olan nəqliyyat vasitələrinin bura girişi qadağandır. Ola bilər körpülərə quraşdırılsın bu nişan. Körpünün ağırlığı götürməyəcək onu. Ona görə də 15 tonun özü keçə bilər, amma 15 tondan artıq olan keçə bilməz. Məsələn, faktiki kütləsi ola bilər ki, avtomobilin 5 tondur. Bu dəqiqə tərəziyə qoysaq, görərik ki, onun çəkisi 15 tondur. Amma sənədində 16 ton yazılıb. Yenə də bu avtomobil o körpüdən keçə bilməz. Çünki bizə sənəddə olan rəqəm lazımdır. 7.12 nişanı. Təhlükəli yol qırağı. Bu lövhə 1.23 nişanı ilə birlikdə quraşdırılır və xəbərdar edir ki, yolda təmir işlərinin aparılması ilə əlaqədar olaraq yol çiyninə hərəkət hissəsindən sağ tərəfə çıxmaq təhlükəlidir. Təhlükəli yol qırağı çox vaxtı yol işləri gedən yerdə yəqin ki, görmüsünüz. Bu nişanı quraşdırırlar. Yəni yolun sağına çıxmaq təhlükəlidir. Oranı qazıblar. Deməli, sadəcə elə adından da görüldüyü kimi, şəklindən də gördüyünüz kimi təhlükəli yol qırağını bildirir. Baş yolun istiqaməti. Ən maraqlısı, yol ayrıcında baş yolun istiqamətini göstərir. Baxın, bu nişanı görürsünüz. Biz bu nişanın hər zaman aşağı hissəsində özümüzü hiss edirik. Qarşımızda bu nişan varsa, hansı ki qalın tərəfdən çəkilib, o qalın çəkilən tərəflər baş yoldur. Hansı ki nazikdir, o deməkdir ki, bu ikinci dərəcəli yoldur. Biz də yolun ən aşağısında, nişanın həmişə altında özümüzü hiss edirik. Deməli, bu nişanın altındakı bizik digər tərəfi sağımız, solumuzdur və yuxarıda olan hissə də qarşı tərəfdir. Bu nişan həmişə belə plus formasında olmur. Ola bilər ki, bu belə Y hərfi formasında ola bilər ki, dairə formasında da olsun, sağdan soldan birləşən yollarda orada forması olsun. Ona görə sadəcə belə plus formasında olmur, onu da nəzərə alın. Sadəcə bu nişan varsa, biz baxacaq ki, xəttin qalınlığı haradır, baş yol haradır. 7.14 hərəkət zolağı nişanı. Nişanın velosipetaforun hansı hərəkət zolağına şamil edildiyini göstərir. Məsələn, yolun üstündə quraşdırılır, zolaqların üstündə belə dəmirin üstündə quraşdırılır ki, bu zolaqda 50 ilə sürməlisən, 50-dən aşağı sürə bilməzsən. Və yaxud da bu zolağa giriş qadağandır. Bu zolağa girmə, solla get. Və yaxud da ən son zolağa giriş qadağandır. Yəni zolağın üstünə qoyulur, olduğu zolağa yeri göstərir, həmin zolağa aiddir. Görmə qabiliyyəti tam məhdud olan piyadalar. Piyada keçidində görmə qabiliyyəti məhdud olan insanların istifadə etdiklərini bildirir. Bu lövhə 1.20, 5.16.1 və 5.16.2 nişanlarından birlikdə tətbiq edilir. Deməli, bu nişan varsa biz bilirik ki, buradan kör piyadalar keçəcək. Görmə qabiliyyəti tam məhdud olan piyadalar keçəcək. Ona görə də bu da piyada keçidi nişanları ilə birlikdə quraşdırılır və biz nəzərə almalıyıq ki, onlar bizi görməyə bilərlər. Bakıda da hardasa var, tələbələr demişdi, mən görməmişəm, amma tələbələrin dediyinə görə var bu nişan hardasa. Deməli, siz bilməlisiniz ki, oradan həmişə kör piyada keçir, gözləmə ki, o səni görəcək, yol verəcək. Deməli, sən diqqətli olmalısan. 7.16 nişanı. 7.16 nişanı yaş örtük. Bu lövhə bildirir ki, hərəkət hissəsinin səthi yaş olan müddət ərzində onunla birgə quraşdırılmış nişan qüvvədə olur. Məsələn, yazılır ki, 50 ilə sür, maksimum sürətin məhdudlaşdırılması 50, altında da bu nişan quraşdırılır. Bu o deməkdir ki, yağış yağanda, yolun örtüyü yaş olanda burada yol sürüşkən olur. Yəni sən burada 50-dən artıq sürməməlisən. Əgər 50 yazılıbsa 50-dən artıq sürməməlisən. 40 yazılıbsa 40-dan artıq sürməməlisən. Və yaxud da sürüşkən yol nişanından birlikdə quraşdırıla bilər və altından bu nişan quraşdırılır. Bu o deməkdir ki, yağış yağanda bu yol sürüşkən olur. Deməli, sürətini maksimum aşağı salmalısan ki, avtomobilin sürüşməsin. İndi gəldik ən maraqlı nişana. Burada diqqətli olmaq lazımdır. 7.17 nişanı. Əlilliyi olan şəxslər, biri də var bunun üstündən xətt çəkilmiş variantı. Əlilliyi olan şəxslərdən başqa. Xətt çəkilibsə başqa deməkdir. Yəni ondan başqa digərlərinə aiddir. Baxın, bu lövhə bildirir ki, 5.15 nişanının qüvvəsi yalnız əlilliyi olan şəxs tanınma nişanı ilə təhciz olunmuş motokolyaska və avtomobillərə şamil edilir. Əlilliyi olan şəxslərdən başqa. Bu lövhə bildirir ki, onunla birlikdə quraşdırılan nişanların qüvvəsi əlilliyi olan şəxs tanınma nişanı ilə təhciz olunmuş motokolyaska və avtomobillərə şamil edilmir. Ola bilər ki, sürücü əlildir, amma avtomobilində əlil tanınma nişanı yoxdur. Onda onlara aid olmayacaq. Hansı ki, avtomobildə əlil tanınma nişanı var, bax, bu nişan onlara aiddir. Baxın, bu şəkildə deyir ki, dayanmaq qadağandır. Sual verəcək. Kimə? Əlillərdən başqa hər kəsə.
Deməli, burada əlillər dayana bilər. Əlillərdən başqa hər kəsə dayanmaq qadağandır. Bu lövhəciklər elədir ki, onlara sual verməlisiniz ki, sualın cavabını daha dəqiq biləsiniz. Məsələn, yazılır parking nişanı, altında əlillər nişanı. Başqa yox, əlillər nişanı. Parkingin altında bu varsa, bu parking yeri kimə aiddir? Parking yeridir kim üçün? Əlillər üçün. Deməli, burada ancaq əlil tanınma nişanı olan nəqliyyat vasitəsi saxlaya bilər. Parking nişanı əlillərdən başqa. Deməli, burada kim saxlayacaq? Əlil tanınma nişanı olan avtomobillər burada saxlamaq olmaz. Onlar başqa yerdə saxlamalıdırlar. Burada onlardan başqa hər kəs saxlaya bilər. Aydındır? Və yaxud da yazılır sağa dön. Kim sağa dönsün? Yazılır ki, əlil tanınma nişanı olanlar sağa dönsün. Digərlər hara istəyirlər, geçsinlər. İstəyirlər sağa, istəyirlər digər istiqamətlərə. Və yaxud da sağa dönmək qadağandır. Kimə? Əlillərdən başqa hər kəsə. Əlillərdən başqa hər kəsə qadağan. Deməli, əlillər dönə bilər, əlillərdən başqa hər kəs dönə bilməz. Onlara qadağandır. Məntiqi tuta bildiniz. Biraz daha dərin düşünsəniz, üstündə qalsanız bunu əla biləcəksiniz. Faranın yaxın işığı ilə hərəkət. Bu ilə sadəcə bildiyimiz faranın yaxın işığından hərəkəti bildirir. Belə, bu dərsimiz bu qədər. Sonda isə əməyə hörmət və YouTube kanalıma dəstək olmaq üçün kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Əsas məsələ imtahanı keçin və gəlin burada yenidən şərhinizi yazın.